Salam değerli izleyiciler, hər vaxtınız xeyir olsun. Sizin üçün Kaspi kurslarının 11-ci sinif üzrə 3-cü qrup blok sınağının tarix fənninə aid olan sualın izahatlarından tanış edək. Suallarımıza keçirək. Burada qeyd edilir ki, İbtidai icma quruluşunun 12-8-ci minilliklərini əhatə edən dövr üçün xarakterikdir. Təbii ki, bu mezolit dövründən söhbət gedirsə, diqqət etmemiz lazımdır ki, buradakı Qobustan sakinləri ovçuluq və yığıcılıqla məşğul olması götürə bilərik ki, mezolit dövrünə aiddir. Ağanın böyük bir hissəsinin orta qayda kəsməsi neolit dövrünə aid, yanlışdır. Metallurgiya enolitdir, yanlışdır. Toxa ikinciliyi inkişaf etməsi enolit, insanların maddi istehsal etməyə başlanması. Deməli, burada deyir ki, əhalinin böyük bir hissəsinin orta qayda kəsməsi, ikini götürməsək. Deməli, maddi nemətlər istehsal etməyə başlanması, istehsal tərəfindən keçid. Bunu da götürə bilərik. Deməli, 1 ilə 5 burada A variantını götürəcəyik. Digər bir sualda deyir ki, Parisdə Krım müharibəsinin nəticələrinə aid olmuş sülh konferansına aid deyil. Qaradəniz bütün dövlətlərin hərbi gəmilərinə qapalı elan olunur. Doğrudur. Aid olmayan istədiyi üçün götürmədik. Rusiya Qaradənizdə hərbi donanma saxlama hüququnu itirirdi. Doğrudur. Londonla qazanır. Viyana konqresindən sonra güc tarazlığı yenidən bərpa olundu. Bəli, yenə Fransa üstünlüyünü əldə edir. Balkan Yarımadası və Osmanlı ərazi bütövlüyünün konferansında iştirakçı olan Avropa dövlətləri ortaq təminatı altında alındı. Burada Qars, Ərdahan, Batum Rusiyaya verildi. Bu Berlin konqresinə əsasən idi. Ona görə də Y variantı uyğundur. Digər bir sualda türk qoşunları tərəfindən İngilis ordusunun məğlub olduğu döyüş. Təbii ki, Yutlan, Marna, Sarıqamışda Rus-Osmanlı müharibələri, Ruslarla alan döyüşdü. Burada İngilislərin məğlub olmadı, olmaz. Burada 1916-cı ildə baş vermiş Kütül Amara döyüşüdür. Digər bir sual Azərbaycan SSR-nin 80-90-cı illərində baş vermiş hadisələrə aid olan xronoloji ardıcılığı müəyyən edin. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul edilməsi 1991-ci ilin oktyabr ayı. Əbdürrəhman Vəzirovun birinci katib vəzifəsi 1989. Azərbaycan SSR-nin suverenliyi haqqında qanunu 1989-cu sentyabr ayı. Prezident vəzifəsi 1990-cı ildə təsis olunub. Deməli, burada əvvəlcə olmalıdır. 2, sonra 3 olmalıdır, sonra 4, sonra 1, yəni C variantında uyğun cavabımız göstərilib. 35-ci suala baxsaq, Quva və Lənkəran xanlıqları üçün ümumi cəhət. Baya savaşında iştirak, xeyr. Baya savaşında Şəki və Qarabağ arasında baş verib. Qarabağ xanlığı asılının qəbul etməsi, xeyr. Quva Qarabağın asılını qəbul etməyib. Anda öhdəlik imzalanmayıb. Carbələkənə aiddir. Birinci Rus-İran müharibəsi illərində ləğv edilməsi. Bu da yanlışdır. Çünki Lənkəran 1826-da ləğv olunub. Deməli, burada Y variantı uyğun cavab olacaqdır. 35-ci sualda və növbəti 36-cı suala baxsaq. Deyək ki, verilən xüsusiyyətlərin aid olduğu Azərbaycan şəhəri müəyyən edin. Bir müddət Şəmsəddin Eldənizin iqamətgahı bu şəhərdə yerləşirdi. Rüstəm Padşah Baysunquru bu şəhərdə məğlub etmişdi. Yəqin ki, bu 1492-ci ildə baş verən Bərdə döyüşündən söhbət gedirdi. Burada Bərdə ərazisi 3 və burada da C variantı uyğun cavab olacaq. Növbəti sualda Qaraqoyunlu dövlətinə aid deyil. Qaraqoyunlu dövlətinə aid deyil. Gürcü Çarı Konstantinin məğlub edilməsi. Bunu götürmürük. Deməli, aid olmayan. Ordunun əsasında elatlardan toplanan döyüşçülərdir. Doğrudur, elatlardan toplanan. Mərkəzləşmiş dövlətin qurulması. Konstantin məğlub etməsi var. Çünki o İbrahimə yardım göstərmişdi. Mərkəzləşmiş dövlət deyildi. C yanlışdır. Əbu Səidlə müqavilə bağlayıb. Bəli, doğrudur. Məsələn, Cahanşahın dövründə Baharlı sülaləsinin irəlilməsi doğrudur. Deməli, C variantı yanlışdır. 15-ci əsrdə inşa edilmiş memarlıq abidəsidir. Şeyx Cüneyd 1544, Əlincəçay 16-cı əsr. Bakının Şərq darvazası 16-cı əsrdə. Həşt Beyiş Yaqub Padşah tərəfindən 1483 olduğuna görə 15-ci əsrə düşür. D variantı uyğundur. 39-cu sualda 2-ci Aleksandrın təhkimçiliyi ləğv edilməsi barəsində verildiyi əsasnamə aiddir. Bu 1861-ci ildə olan hadisədir. Aid olmayan deyil. Təhkim kəndi şəxsi azadlıq əldə etdi, doğrudur. Kəndləri əmlaka sahib olmaq hüququ verildi, doğrudur. Pay torpağını əldə etmək üçün dövlətdən aldığı borcu 49 il ərzində ödəməli idi, doğrudur.
1861-də qəbul olunub. Deməli, burada 21 yaşa çatmış hərbi xidmətə yaralı olan bütün kişilər orada cəlb olunub. Bu da hərbi islahatə əsasən idi. Ona görə də bunu götürmədik. Burada Y variantı uyğun cavabdır. Növbəti 40-cı suala baxsaq. Tarixi hadisələri xəritədə rəqəmlərlə işarələmiş xanlıqlara aid uyğunlaşdırın. Deməli, burada Gilgitçay üzrə Rus qoşunu məğlub edib Quba. 5-də A. Yəni 5 götürürük A. Sonra Kürəkçay müqaviləsini Qarabağ 1-ə B bəndi gedəcək. 1806-cı ləğv edilmiş Rusiyanın əyallətinə çevrilmişdi. 1806-cı ildə ləğv edilərək Rusiyanın əyallətinə çevrilmişdi. Əyallətinə çevrilmişdi deyir. Deməli 1806-da ləğv edilən Bakıdır. Deməli burada Bakının Rusiyanın əyallətinə çevrilmişdi. Əyalət şurası da yaradılmışdı. Burada ləğv edilərək Rusiyanın əyallətinə çevrilmişdi. Sərdarabad döyüş nəticəsində Ruslar tərəfindən tutuldu. Bu İrəvan xanlığıdır. D bəndi İrəvana gedəcək. Deməli, burada 2-də D variantı olan cavabı seçmək lazımdır. 2-də D olan variant. 1-də isə B olan variant. Kürəkçay müqaviləsi. 1-də B. 2-də D olan 2-də D variantdır. 1-də A, deməli AB olan variant. AB. Gilgitçay üzərində Rus qoşunları Gilgitçay üzərində Rus qoşunu məğlub edib bu Quba xanlığına aiddir. A olmaz. A 1-ə aid olmaz. Ona görə də AB yanlışdır. Burada C variantı qalır. Deməli burada deyilir ki 2-də D, 4-də A, 2-də D, 4-də A. Bir dəqiqə. Yanlış olur. Yenidən diqqətlə baxaq. Yəni diqqətlə baxırıq. Gilgitçay üzərində Rus qoşunu məğlub etdi. Bu Qubadır. Yəni A bəndi Quba xanlığına aid olar. Kürəkçay müqaviləsini imzaladı. 1-də Qarabağ xanlığıdır. 1806-cı ildə ləğv edilərək Rusiyanın əyallətinə çevrildi. Deməli, bu Bakı ola bilər. Və eyni zamanda burada əyalət şurası yaradılması da ola bilsin ki. Yəni, bunu Bakı götürsək, Sərdarabad döyüşü nəticəsində Ruslar tərəfindən tutuldu. D bəndi də 2-yə aid olar. Deməli, burada olur 1-də deməli B, 2-də D, 1-də B, 2-də D, 3-də C, 5-də A. Doğru cavabımız B variantında göstərilir. Növbəti suala baxaq. 41-ci sualda sənayeləşdirmə dövrünə aid olan xüsusiyyətləri burada soruşur bizdən. Sənayeləşdirmə yeni iqtisadi siyasət 20-30-cu ildə ərzaq səpəlağı ləğv edilib. Bu sənayeləşdirmə deyildi. Bundan əvvəlki dövrdə ərzaq səpəlağı hərbi kommunizm siyasətinə aiddir. Sənayeləşdirmə Nuxay istilik elektrik stansiyasını başa çatdırması doğrudur. Xırda kəndi təsərrüfatını ümumi təsərrüfata birləşdirib, bu kollektivləşdirmədir. Bakıda və Tovuzda sement zavodu işə salındı. Doğrudur. Bu yeni iqtisadi siyasət nəticəsində kəndlər ərzaq vergisi almağa başladı. Bu da doğrudur. Ərzaq vergisi, ərzaq sapalağı, sonradan ərzaq vergisi. Deməli, taxıl ticarəti dövlət insarına alındı. Bu da hərbi kommunizm siyasətinə aid. Deməli, 1-də B, 2-də AB. Doğru cavabımız A variantında göstərilib. 41-ci sualda növbəti, deməli 41-ə baxdıq və növbəti 42-ci suala baxsaq. 42-ci sualda qeyd edilir ki, Azərbaycanın 2-ci Dünya müharibəsi tarixinə aid deyil. Səfir Məmmədova Sovet və qəhrəmanlıq fəxri adı verilməsi doğrudur. Dünya tarixi neft silindirlərinin gəmilərin arxasına bağlanaraq daşınması doğrudur. Yüksək oktanlı aviasiya yanacağı Yusuf Məmmədəliyev tərəfindən hazırlanıb, düzdür. 77 diviziyanın yenidən komplektləşdirilməsi. Dövrdə komplektləşdirilib. 20-ci ildə yaradılmışdı. Yenidən komplektləşdirilib. Pasport sistemi isə tətbiq olunub. 1959-cu daha doğrusu 32-ci ildə tətbiq olunub. 32-ci ildə kolxozçulara şamil edilmədi. 59-da
daha doğrusu pasport sistemi başa çatdı. Deməli, burada pasport sistemi tətbiq edilməsi 59-dan tətbiq olmağa başladı. Ona görə də D variantında öz əksini tapıb. Sonra 43-cü sualda Manna dövləti mövcudluğu dövrünə aiddir. Astiaqın Zərdüşt hekayənin Astiaq ümumiyyətlə Midiyaya aiddir. Midiyanın Asur əsarətindən xilas olması. Burada Manna dövləti mövcudluğu dövrünə aiddir. Deməli 590-a qədər 9 Eradan əvvəl 9 590 aralığı götürsək mövcudluğu dövrünə aiddir. Maqlar ilə yaxınlaşması. Astiaq 585 550-də hakimiyyətdə olub. Deməli A yanlışdır, A düşmür. Midiyanın Asur əsarətindən xilas olması 672-ci ildə baş verdiyi üçün belə doğru cavabımız B variantıdır. Şuşa vilayətinin itirməsi yanlışdır. 3-cü Daranın öldürülməsi 331-ci deməli eradan əvvəl 331 deməli 330 deyək ki, 330-cu ildə Azərbaycan şimalında müstəqil dövlətin yaranması isə Albaniyadır. Deməli B uyğun cavabdır. Albaniyada Mannanın dövlətinin mövcudluğuna düşmüş. 44-cü suala baxsaq 44-cü sualda qeyd edilir ki, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Repressiya illərində cəzaya məruz qalanlar bəraət verilməsi prosesidir. Təbii ki, İmam Mustafayeva aiddir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitənin birinci katibi seçilib, bu ortaq cəhətdir. Beynəlmiləl şərik kimi Azərbaycan tərkibindən çıxarmaq, Bakının çıxarma planını pozdu. Bu İmam Mustafayevin dövrünə aiddir. Məişət kondisionerləri isə Heydər Əliyevin dövrünə aiddir. Deməli, burada 1-də AC, 2-də D, 3-də B uyğun cavabımız C variantında verilmişdir. Növbəti 45-ci suala baxsaq, burada deyir ki, xəritədə ulduzla işarələnmiş qədim dövlətin tarixinə aid olan xüsusiyyətləri müəyyən edin. Çinin ərazisidir bura. Qırmızı qaşlar üsyanının baş verməsi qədim tarixinə aid. Bu qırmızı qaşlar düşür. 1 var. İkinci yüzillikdə dünya ticarət yollarına çıxış əldə etdi, bəli. Böyük bəy yolu. İrsi hüquq vəzifələr insan təbəələri kastalar Hindistana aiddir. İkinci ayrı dövlətlər parçalanıb, bu da Hindistana aiddir. Demək 1 ilə 2 uyğun cavabımız E variantında göstərilib. Digər 46-cı sualda İslam mənbələrini Əfrasiyab sülaləsi kimi tanınırdılar. Burada deyir ki, Əfrasiyab sülaləsi kimi tanınırdılar. İslam dininin ilk qəbul edən dövlətlərdən biri olmuş. İslamın rəsmi dini kimi qəbul edilməsi Türkistan ərazisində yaşayan bütün əhalinin əksəriyyəti bu dini qəbul edilmişdir. Bu Əfrasiyab sülaləsi kimi bunu götürək Qaraxanlı. Burada deyir ki, mətndə bəhs edilən dövləti Səlcuq imperatorluğu bəhs edilən dövlət ilə Səlcuq imperatorluğu arasında ortaq cəhət. Dövlətin iki yerə parçalanması, bəli, bunu götürə bilərik. 13-cü əsrin əvvəllərində süquta uğraması. 12-ci əsrin əvvəllərində deməli 13-cü əsr Qaraxanlı da bu ümumi cəhət istəyir. Bu yanlışdır. Qarakitaylarla mübarizə, bəli, Qarakitaylarla mübarizə aparıb, doğrudur. Bizansın məğlub edilməsi yanlışdır. Deməli, biz burada 1 ilə 3-ü götürəcəyik. Bu da A variantında verilib. Növbəti 47-ci sualda uyğunluğunu müəyyən edin. Böyük Moğol dövlətinin əsasını qoydu Əkbər Şah, yanlış. Əsasını qoyub el tutmuş, yanlış. Deməli, zəmidarların alınan torpaqlar kəndləri icarə verilirdi. Ələddin Xələc. Doğrudur, 4 götürə bilərik. Sığınacaq verdi, el tutmuş xan, doğrudur. 1 ilə 4 uyğun cavabımız D variantında verilib 47-ci sualda. Və növbəti 48-ə baxırıq. 48-ci sualda qeyd edilir ki, Səfəvilər dövlətinin 16-cı əsrin 70-ci illəri və 18-ci əsrin 30-cu illəri tarixinə aid ortaq cəhət Osmanlı üzərində qələbə qazanması. Bəli, elə 70-ci illərdə də məsələn Osmanlı üzərində qələbə 70-ci illəri və 30-cu Osmanlı qoşunları üzərində qələbə qazanması. Məsələn, Molla Həsən Çıldır düzdür, məğlub olub burada. Rusiya ilə müqavilə yanlışdır, bu səhvdir. Çar Böləkən üsyanı səhvdir. Azərbaycan adlı əyalətin yaradılması, bu da yanlış deyil. Xəzəryanı ərazisində Rusiyanın əlinə keçməsi yanlışdır. Osmanlı qoşunları üzərində qələbə qazanması olar. Bu A variantı uyğundur. Digər bir suala baxırıq. Səbəb nəticə əlaqələrin doğru göstərdiyi bəndi müəyyən edin. Səbəb nəticə əlaqələrin doğru göstərdiyi bəndi müəyyən edin. Katoliklərlə protestanlar arasında müharibə 30 illik müharibə başlaması doğrudur. Osmanlı Çiğ Asiya Suriyadan keçən ticarət yollarının əldə alınması, Şərqə xaç yürüşlərini. Xaç yürüşü
Bu 1453-cü ildə baş verən hadisədir. Xaç yürüşü bundan əvvəldə olub. Lüterin fikirlərinin tezis adında çap edilməsi Almaniya indulgensiya alverinin genişlənməsinə mənfi təsir göstərdi. 2 ilə 3-ü aradan götürsək, burada məlum məsələdir ki, burada 1, 4, 5, yəni C variantı uyğun cavabdır. Augsburg dini müharibəsi son oldu. Yolcu silahlı azalması Fedal süvarisinin silahlı müzli ordunun əvəz etməsi uyğundur. 50-ci suala baxırıq. ABŞ-ın İngiltərə arasında 1783-cü ildə müqavilə bağladığı dövlət. ABŞ-ın İngiltərə arasında 1783 bu Versalda müqavilədir. Versalda Fransa arasında, Parisdə. Burada da A variantında göstərilib 50-ci sualda və 51-ci suala baxsaq. 51-ci sualda müqəddəs birliyi ilə aparılan müharibələr nəticəsində. Müqəddəs birliyi ilə yəni 1684-cü ildə aparılıb, bir də 1699-cu ildə Karlovitsa müqaviləsinə bitib. Çi qaynaşca düşməz bu. Krım xanlığını itirdi 1783-dədir, düşməz. Burada 1 ilə 2-ni səhv götürsək, məlum məsələdir ki, burada 4 ilə 5-dir. Durğunluq dövrü geriləmə dövrünü əvəz elədi. Birsə ərazilər itirdi, A variantıdır. Bəndlərdən biri Vaşinqton konferansının nəticəsidir. Mandat sisteminin bölüşdürülməsi Parisdədir. Dəniz silahların məhdudlaşdırılması, bəli, Yaponiyaya aid olan silahların məhdudlaşdırılmasıdır. Millətlər Parisdədir. Elzas silahların gəlin Fransızdan qarşılaması və Paris konferansındadır. Millətlər Cəmiyyətinə daxil olmayıb ABŞ. Bu da yanlışdır. Deməli, B uyğundur. 53-cü sualda qeyd edilir ki, Almaniya SSR-ə aid olan ümumi cəhətlər. Mandat sisteməsinin torpaqların bölüşdürülməsi bu SSR-ə aid deyil. Brest-Litovsk müqaviləsi Sovet Rusiyasına aid olduğunu götürmədik. Deməli, burada 3 ilə 4 doğru cavab qalır. Burada olur 3 və 4. 54-cü sualda hadisə nəticəliklərin doğru göstərdiyi cavab müəyyən edin. Heysam ibn Xalid özünü müstəqil hakim elan etdi. Haşimlər sülaləsi. Heysam ibn Xalid Şirvanşahlardır. Haşimlər Dərbəndədir. Yanlışdır. Yusuf ibn Sa'd hakimiyyətə gəldi. Sacilər dövrə xilafətin asılından çıxdı. Bəli, müstəqil xarici siyasət yürütdü. Doğrudur. Sultan Toğrul Təbrizi tutur. Əbadilə müstəqilini itirdi. Müstəqilliklərini itirdi. Doğrudur. Asılı vəziyyətə düşdü. Yediqori döyüşünün baş verməsi Tiflis müsəlman əmirliyi ləğv edildi. Bu da nəticəsində bəli, ləğv edildi. Doğrudur. Şədadilər arası Oğuz tayfaları məhsulü Səlcuq dövləti münasibətlər kəskinləşdi. Xeyr. Əslində hərbi qüdrəti artdı. Deməli 2, 3, 4 uyğun cavab olar 54-də. Və növbəti 55-ci suala baxsaq, deməli 54-də baxdıq və növbəti 55-ə baxırıq. Burada qeyd edilir ki, 1-ci Rus-İran müharibəsi dövrünə uyğun gəlir. Zəyan döyüşünə Qacar qoşununun məğlubiyyəti doğrudur. 1905. Sultanbud 1812 düşür. Cavanbulaq Sərdarabad 1827-də düşmür. Urmiya Ərdəbilin Ruslar tərəfindən işğalda 2-ci Rus-Qacar müharibəsindədir. Şamaxı xanlığının ləğv edilməsi isə 1820-ci ilə aid olduğu üçün götürmürük. Deməli, ilə 1-2 uyğun cavab olur. 56-cı sualda mətndə verilən prosesdən, birinci mətndə verilən prosesdən fərqli olaraq ikinci mətndə bəhs edilən proses üçün xarakterlidir. Tiryək ticarətinin qadağan edilməsi əcnəbi tacirlərin zərərli məhsulun idxalı və ixracı ilə məşğul olmayacaqları barəsində iltizam tələb edilməsi İngiltərə münasibətini kəskinləşdirdi. Bu birinci tiryək müharibəsidir. Tiryək. Sonra İkincisində deyir ki, İngilis müstəmləkəçiliyi əleyhinə üsyan başlayır. Sıravi əsgərlərin yeni patrollarla istifadə. Bu da təbii ki, sipahilər üsyanına aiddir. Sipahi. İndi bunlara aid deyir ki, birinci mətndə verilən prosesdən fərqli olaraq ikinci mətndə. Yəni, sipahilərə aid olan xüsusiyyətləri vermək lazımdır. İngilislər tərəfindən məğlub edilməsi. Hər ikisi İngilislər tərəfindən məğlub edilib. Bu oxşardır. Böyük Moğol dövlətinin rəsmən son qoyulması doğrudur. 1859. Nankin sülhü ilə Tiryək müharibəsinə aiddir. İngilis-Çin münasibətlərinin pisləşməsi. Deməli, bu Tiryək müharibəsində sipahilərin məğlub olması doğrudur. Deməli, burada 2 ilə 5 uyğun cavab olacaqdır. 56-cı sualda və 57-ci sualda deməli, burada deyir ki, uyğunluğu müəyyən edin. 19-cu əsrin birinci yarısında ABŞ, Böyük Britaniya, Fransa. Burada 1, 2, 3 yazaq və uyğunlaşdıraq. Waterloo döyüşündə məğlub oldu. Bu Fransada. A gedəcək Fransaya. Dünyada ilk dəmir yolu İngiltərə 1825.
Kanadaya dominion hüququ verdi. Birinci yarısında deyir. Kanadaya 1867-də dominion hüququ verdiyinə görə bu ikinci yarısına düşmür. Monroe doktrinası 1823 olduğuna göre ABŞ aid birinci yarısını deyil. Homoseksuallər haqqında qanun 1862-ci ilə aid olduğu üçün onu da 19-cu əsrin ikinci yarısına düşür. Bunu da götürmürük. Deməli burada 1-də D, 2-də 3-də B doğru cavab olacaqdır. Növbəti situasiyadır. Bunu özünüz də yaza bilərsiniz və rəy bölümündə də yaza bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.